evlərini ziyarət etməyə, şəhid evlərindən analarının, atalarının yanına gəlmişik. Bu gündən xoş ki, şəhidimiz, biz şəhid Asif Ərzami xatirəsinə evinə gəlmişik. Şəhidimizin anasının, atasının yanına gəldik. Gözəl bir ailəyə, gözəl şəhid ocağına, şəhid yuvasına gəldik. Özümüzə bir xoş məmnun bildik ki, gözəl bir ana ilə tanışdıq, gözəl bir atanı tanıdıq. Düzdür, günorta da olsa da əziyyət verdik. Bugün Bərdə şəhərindəyik, Bərdə şəhidlərin ziyarətinə gəlmişik. Bugün qürurla bizim şəhidimiz, şəhid Asif qardaşımızın şəhidliyindən, gözəl şücaətindən eşitdik, danışdılar. Fəxrlə o ziyarətinə, onun huzuruna gəlməyə özümüzə bir boş verdik. Ananın, atanın yanına gəlməyə. Ana, Allah gözəl balanın məkanını cənnət eləsin. Allah sizə səbir etsin, ata. Allah sizə dəyməsin. Bugün özümüzə bir qürur, bir fəxrlə sizin övladınızı, sizi ziyarətə gəlmək bizim üçün böyük bir qürurdur. Mən həmişə deyirəm ki, biz şəhid evlərinə getdikcə, gedəndə də elə bilirəm ki, bir cihazkarların ən böyük üstünə getmişim. Bugün sizin oğlunuzun şücaətindən, Zahir müəllim sağ olsun deyildi, danışdıq, eşitmişdik də, fəxrlə bu qapıya ürəklə gəldik ki, elə bir qardaşımızın, elə bir şəhidimizin evinə getmək bizim üçün büyük bir qürurdur. Allah sizlərə səbir versin, Allah sizlərə dəyməsin. Bugün Bərdə şəhərinin şəhidlərinin 72 şəhidi olub, 72 şəhidinin gücümüz çatan qədər arasına gedəcəyik də inşallah. Onlardan biri də bugün xoş halımıza ki, sizin kimi ananın, atanın huzuruna gəlmək, sizin kimi atanı tanımaq bugün bizə nəfsi oldu. Allah sizlərə dəyməsin, sizin balalarınıza rəhmət eləsin, bu şad olsun. Allah sizə var eləsin deyirəm. Çox təşəkkür edirəm. Şəhidi ziyarət edən hər bir şəxsinə xoş gəldin deyirəm. Asifin timsalında Allah bütün şəhidlərimin yerin cənnət eləsin, məqamını uca eləsin. Bunlar ölməyiblər, bunlar yaşayırlar. Bunlar vətən fədailəridir. Vətən üçün canlarından keçdilər. Canlarını bu xalqın azadlığı üçün qurban verdilər. Allah bütün şəhidlərimə rəhmət eləsin. Siz də çox sağ olun, əziyyət çəkir, gəlib bizi ziyarət eləmişsiniz. Bunun əziyyəti yoxdur, anam. Bizim üçün bir şərəfətdir, qürurdur. Mən kimi öz fikrim, öz adıma deyirəm ki, mənim üçün böyük qürurdur. Valla, səmimi deyim, ürəklə, sevinə sizin qapıza gəlmişim, gəlində. Allah sizlərə səbir versin deyir. Allah atıya da səbir versin, Allah atıya da dəyməsin. Çox sağ olun. Bugün mən də təşəkkürümü bildirəm əziz qardaş. Sən mənə əzizsən. Bax, bir də gözəl Bərdəmizin şəhid ailələrini çalışdığın qədər imkan daxil